Salam. Deməli, artıq həm sertifikasiya imtahanına, həm də MİQ imtahanına sayılı günlər qalıbdır və bu qısa müddət ərzində əgər belə deyim də, 1-ci sinifdən ta 9-cu sinifə qədər olan mövzuları qısa müddət ərzində nəzərdən keçirmək istəyirsinizsə, bu videoları əldə edə bilərsiniz. Məsələn, ekranda gördüyünüz 7-ci sinifin izahlı videolarıdır və bu videolar mövzudan asılı olaraq müddəti dəyişir. Məsələn, elə videolar var, məsələn, 1 saatlıqdır, elə videolar var, yarım saatlıqdır. Məsələn, 7-ci sinifdən milli geyimlər mövzumuz burada 27 dəqiqəlik izahdır. Sonra Azərbaycan milli baş geyimləri mövzusu 21 dəqiqəlik izahdır. Yəni, qısa müddət ərzində, məsələn, 7-ci sinifi götürək, 3 gün ərzində bitirmək istəyirsinizsə, dərsliyi başdan aşağıya, başdan ayağa nə var, yenidən nəzərdən keçirmək istəyirsinizsə, ətraflı şəkildə bu video izahları əldə edə bilərsiniz. Məsələn, tutam 7-ci sinifi istəyirsinizsə, əgər ödəniş 5 manatdır və 7-ci siniflə yanaşı ibtidai sinifin izahları da göndəriləsidir, xüsusi olaraq Telegram kanalında və siz həm 7-ci sinifin video izahlarını əldə edəsiniz 5 manata, həm də əlavə olaraq onun üzərində 1-ci sinifdən ta 4-cü sinifə qədər olan ibtidai sinifin video izahlarını da əldə edib qısa müddət ərzində həmin dərslikləri, videoları nəzərdən keçirə bilərsiniz. Və bu da video izahlardır siniflər üzrə, mövzular üzrə və video izahların müddəti mövzudan asılı olaraq dəyişir. Yəni, elə mövzular var 1 saatdır, elə mövzular var 40 neçə dəqiqədir, elə mövzular var hətta 10-15 dəqiqəlik belə deyim də izahdır. Yəni, qısa müddət ərzində imtahana az qalmış bir vaxtda dərsliyi nəzərdən keçirmək istəyirsinizsə, bu videoları əldə edə bilərsiniz. Videoları əldə etmək üçün Telegram kanalına yaza bilərsiniz. Bir də əlavə olaraq WhatsApp qrupumuzda məndən əlaqə saxlaya bilərsiniz. Ödəniş bir sinif üzrə sadəcə 5 manatdır. Məsələn, 6-cı sinifi istəyirsinizsə, sadəcə 5 manata 6-cı sinifin video izahları göndəriləsidir. Onun üstündə də, 6-cı sinifin üstündə də ibtidai sinifin izahları göndəriləsidir. Məsələn, 1-ci, 2-ci, 3-cü və 4-cü siniflərin ibtidai sinifin sırf video izahları da əlavə olaraq 6-cı sinifin üzərində göndəriləsidir. Bu da video izahlarımızdır və məsələn, tutalım 6-cı sinifi 3 gün ərzində bitirə bilərsiniz bu video izahlar sayəsində. 7-ci sinifi də 3 gün ərzində bitirə bilərsiniz. Yəni, proqramı özünüz bölüb gündəlik olaraq bir neçə mövzunu, məsələn, bir bölməni bir gün ərzində izləyərək, vaxtınıza qənaət edərək bir sinifi 3 gün ərzində, məsələn, bitirə bilərsiniz. Yəni, bu videoların sayəsində qısa müddət ərzində. Və ekranda gördüyünüz mövzuların izahıdır. Müddətini də burada özünüz görürsünüz. Və özünüz planlı şəkildə videoları əldə edərək qısa müddət ərzində həm sertifikasiya imtahanına, həm də MİQ imtahanına hazırlaşa bilərsiniz. Və bu videoları izləmək istəyənlər, qısa müddət ərzində dərsliyi nəzərdən keçirmək istəyənlər Telegram kanalında məndən əlaqə saxlaya bilər, bir də WhatsApp qrupumuz üzərindən əlaqə saxlaya bilərlər. Bu qədər, sağ olun.